Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Ve sallallahu ala seyyidina ve seyyidil mursalin ve ala ehli beytihil etiyebin. Ve la'nud daim ala a'daihim ecma'in minel an ila yevmiddin. Selamun aleyküm değerli Zəhra televiziyası tamaşaçıları. Bir daha sizi hoş gördük. İnşallah bugünkü mevzumuz İslam marifində, İslam aləmində zəhməti olmuş şəxslərdən biri, ən önəmlisi Allahın şiiri və şəhidlərin sərvəri Həzrəti Həmzə Əbdülmüttəlib oğlu Seyyid-i Şühəda ləqəbi ilə tanınmış Peyğəmbərin belinin sütunu, əmisi və süd qardaşı haqqında inşallah bir mövzu ilə sizin xidmətinizə gəlmişik. Mən bu cümlələrim daxilində Həzrəti Həmzənin bir neçə dənə fəzilətini ərz elədim. Birincisi, Həzrəti Həmzə Peyğəmbərin babası Həzrəti Əbdülmüttəlibin 10 oğlundan və özünə xüsusi hörmət qazanmış. Allah yanında, Peyğəmbər yanında, müsəlmanlar yanında xüsusi dəyər qazanmış, canın Allah dinində, yolunda fəda eləmiş bir şəxsiyyətdir. Ümumiyyətlə, İslam dininin tərkib hissəsi Allahın kitabı, Allahın buyurduğu əməllər və şəxsiyyətlərdir. Bu şəxsiyyətlərlə din ayaq üstə qalıb. O şəxsiyyətlərdən də, önəmli şəxsiyyətlərdən də biri Həzrəti Həmzə əleyhissalamdır. Həzrəti Həmzə yaş etibarı ilə 568-ci ildə, Hicri ili ilə 568-ci ildə daha doğrusu dünyaya gəlib. Miladi təqvimini, üzr istəyirəm. Onda hələ hicri yoxdur. Miladi təqvimlə 568-ci ildə Peyğəmbərimizin mövlud tarixi fil ilidir, 570-ci il. Həzrəti Həmzə, Həzrəti Peyğəmbərdən 2, bəzi tarixçilər 4 il böyük olduğunu deyir. Amma əsasən 568 Həzrəti Həmzənin təvəllüdü olanda, 570-ci il Peyğəmbərin təvəllüdü olanda 2 il əmi bala aralarında fərq var. Bu, niyə görə təvəllüdünü deyirəm? Məqsədim tarix danışmaq deyil. Həzrəti Həmzənin uşaqlıq illəri, gənclik illəri və ömür boyu sonra da müsəlman da olandan sonra Peyğəmbərimizdən bir yerdə keçib. Hətta Həzrəti Həmzə əleyhissalamın o vaxt ərəblərdə analar çox süd verməzdi uşaqlara. Ərəblər, xüsusən tayfa böyükləri, Əbdülmüttəlib də özü Bəni Haşimin böyüyüdü. Hətta Həzrət Rəsulullah sallallahu aleyhi və səlləmə də anası süd verməyib, Həlimə xatun süd verib. Amma Həlimə xatunu tapana qədər babası Əbdülmüttəlib, Həzrəti Həmzə, Əbu Ləhəbin kənizi Suveyda, Savda yazırlar tarixdə. O Savdadan Həzrəti Həmzə süd əmmişdi. Həzrət Rəsulullah da ta Həliməni tapana qədər bu sövdadan süd əmdi. Bunlar Peyğəmbərlə oldular süd qardaşı. Allah Rəsuluna biraz da yaxınlaşdı Həzrəti Həmzə. Həm əmisi, həm gənclik və uşaqlıq yoldaşı, həm də oldular süd qardaşı. Və Peyğəmbərimiz Peyğəmbərliyə məbus olandan sonra Peyğəmbərimizin düşmənləri Əbu Cəhl və Əbu Ləhəb, xüsusən Əbu Cəhl çox bir məsələdən qorxurdu, narahat idi. O da Həzrəti Həmzənin müsəlman olması idi. Həzrəti Həmzə bir gün ova getmişdi. Peyğəmbər sallallahu aleyhi ve sellem Kəbənin yanına gələndə Əbu Cəhl cəmaat içində Peyğəmbəri təhqir elədi. Və bu zaman Həzrəti Həmzə ovdan qayıtdı. Məsələni Həzrəti Həmzəyə dedilər, hələ qeyri-müsəlmandır, müsəlman deyil. Əlbəttə, Peyğəmbərin gətirdiyi İslama hələ iman gətirməyib. Amma tarix yazır ki, Həzrəti Həmzə Peyğəmbərə qədər Həzrəti İbrahimin dinində Allaha ibadət edirdi. Və Həzrəti Həmzəyə bu məsələ çatanda gəldi birbaşa Əbu Cəhlin yanına. Bilirsiniz, eşidibsiz yəqin, Əbu Cəhlin evi Kəbə ilə Əbu Qubeys dağının arasındadır. Həzrəti Həmzə gəldi Əbu Cəhlin qapısına. Əbu Cəhl də özünün ətrafında çoxlu adamları vardı.
çıxartdı yayın, oxu yox, kamanı, yayı birbaşa cəmaatın içində Əbu Cəhlin başına vurdu ki, mənim qardaşım oğluna sən niyə təhqiramiz ifadələr işlədibsən, niyə lağ eləyibsən, məsxərə eləyibsən? Buyurur, istədilər Əbu Cəhlin köməkləri Həzrəti Həmzənin üstünə tökülsünlər. Əbu Cəhl mane oldu. Gör, bunun narahatçılığı və xəbisliyi nə boyda idi. Bu, güya yaxşı iş gördü, amma içərisində bir məqsəd vardı, qərəz vardı. Dedi, Həmzə ilə işiniz olmasın, onun üstünə gedərsiniz, o daha da Peyğəmbərə, Muhammed sallallahu aleyhi ve sellemə, o Məhəmməd dedi, Məhəmmədə yaxınlaşar və gedər müsəlman olar. Mən hər kəsin müsəlman olmasından çox, Həmzənin müsəlman olmasından qorxuram. Elə oradan Həzrəti Həmzə ayrıldı və gəldi Peyğəmbərin huzuruna, müsəlmanlığı, İslamı qəbul elədi. Elhamdülillahi Rabbil aləmin. İslama müşərrəf oldu. İslama müşərrəf olması ilə İslamın belinin sütununa çevrildi Həzrəti Həmzə. Mən bir neçə dənə hədis Həzrəti Həmzənin barəsində inşallah ərz edeyim. Sonra Həzrəti Həmzənin İslama verdiyi fayda və onun əsasən yadda qalan, onun şəhadət səhnəsi olan Uhud döyüşü barəsində inşallah məlumat verərəm. Allah Peyğəmbəri buyurur, mənim qardaşlarımın ən yaxşısı Əlidir, əleyhissalam, əmir-i-mömin əleyhissalam. Əmilərimin ən yaxşısı isə Həzrəti Həmzə əleyhissalamdır. Qiyamət günü məhşər səhnəsində süvari halda məhşərə daxil olanlardan biri əmim Həzrəti Həmzədir. Allahın və Rəsulunun şiiri əzba dəvəyə süvar halda gələr. Peyğəmbərimiz buyurur, Allahın və onun Rəsulunun şiiri qiyamət səhnəsinə əzba dəvəsinə süvar olub gələr. İmam Baqir Aleyhisselam buyurur, ərşin sütununa yazılıb, Həmzə Allahın və onun Rəsulunun şiiri və şəhidlərin sərvəridir. Bizim 12 imamımız hamısı kəlamlarında Həzrəti Həmzə ilə fəxr ediblər, onun şəxsiyyəti ilə, xüsusən Həzrəti Həmzə ilə və Həzrəti Əsəlamın qardaşı Cəfər-i Təyyarla daim fəxr ediblər. Əli əleyhissalam özü imamdır, amma xilafət məsələsi şuraya tapşırılanda ki, Osmanın, Ömərin ölümündən sonra şura təşkil olundu, 6 nəfərdən ibarət kim seçilsin? Məsələ Osmanla Həzrəti Əleyhisselamın arasına gələndə Əmir-i-Mömin Əleyhisselam özünü tanıtdıranda durdu ayağa, dedi, sizə and verirəm Allaha, sizin hansınızın Həmzə kimi əmisi var? O imtiyaz mənə, dedilər, sənsən Əli, o imtiyaza sahib. Sizi and verirəm Allaha, elə bir şəxs varmı ki, Həmzə kimi əmisi, Allahın və onun Rəsulunun şiiri kimi əmisi olsun? Dedilər, yox ya Əli, bu sənə məxsusdur. İmam Hüseyin əleyhissalam daim Kərbəla yolunda Həzrəti Həmzə haqqında danışırdı. Həzrəti Həmzənin qəhrəmanlığından danışıb Kərbəla şəhidlərinin əhval-ruhiyyəsini gücləndirirdi. Ağa İmam Hüseyin əleyhissalam Kərbələdəki xütbələrində İmam Səccad əleyhissalam Şamdakı o Əməvilər məscidində olan nitqində Həzrəti Həmzə əleyhissalamla fəxr ediblər. İmam Baqir əleyhissalam buyurur, Əhzab surəsinin 23-cü ayəsi əmim Həmzə haqqındadır. Əmim Həmzə minəl müminə ricalun sədəqun ma ahədullah və minhum mən yentədir buyurur ki, ayənin mənası budur ki, möminlərdən elələri var Allahla etdiyi əhdə görə öz canlarını verdilər və bəzilərdə möminlərdən hələ gözləyirlər o şəhadəti və ma bəddəlu təbdila, öz yollarında qəti dəyişiklik olmadı. Həzrəti Əleyhisselam daim bu ayəni eşidəndə deyərdi, ənə müntədir, ənə müntədir. Gedən əmim Həmzədir, amma gözləyən mənəm, mən. Ayə, Əhzab surəsi 23-cü ayə, o Xəndək döyüşündə ayədə deyiblər ki, Həzrəti Həmzənin barəsindədir. Buyurur ki, və hətta Həzrəti Cəfər Təyyar barəsində.
Allahın Rəsulu buyurub, qiyamət günü mənə 4 bayraq verilər. O bayrağın biri La ilahə illallah yazılmış bayraqdır. La ilahə illallah bayrağıdır. Həzrət buyurur, onu mən bir bayraq həmd bayrağıdır. Elhamdülillah Rabbil aləmin yazılar. O bayrağı mən götürəcəm. La ilahə illallah bayrağın qardaşım Əli götürəcək. Və üstündə Allahu Əkbər bayrağı yazılmış bayrağı, daha doğrusu təkbir bayrağın əmim Həmziyə tapşıracam. Və bir dəstənin də önündə gələn bir bayrağın Subhanallah bayrağıdır, onu da əmoğlum Cəfər Təyyara verəcəm. Onun da arxasında bir dəstə insan dayanar. Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram. Bu 4 bayraqla 4 dənə şəxs mənim ümmətimin, Həzrət Rasulullah buyurur, şəfaətçisi olarlar. İslam Peyğəmbəri hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi oxumağı tapşırdı. Xüsusən Qədirxumda müstəhəbdir ki, qardaşlıq əqdi oxuna. Həmzə əleyhissalam Zeyd ibn Harisə ilə o Peyğəmbər ki, oğlum deyib onu müdafiə eləmişdi. Quranda yeganə adı gələn səhabə Zeyddir. Həmzə ilə Zeyd ibn Harisə qardaşlıq əqdi oxumuşdu. Bu, Həzrət Həmzə haqqında elementar məlumatdır. Və Seyyid-i Şühəda ləqəbi Həzrət Həmzənindir. Nə vaxta qədər İmam Hüseyin əleyhissalamın Kərbəlasına qədər İslam aləmində şəhidlərin sərvəri, şəhidlərin ağası rütbəsi Həzrəti Həmzə əleyhissalamın idi. Həzrəti İmam Hüseyin əleyhissalam Kərbəlada şəhid olandan sonra əmisinin rütbəsin aldı əlindən və əmisinin qəhrəmanlığını sanki kölgədə qoydu. Cabir ibn Əbdullah Ənsari Həzrəti Həmzənin fəzilətindən danışanda deyir, bir gün Muaviyə göstəriş vermişdi ki, Uhudda, Uhud dağıdır, Allah nəsib eləsin, hər birinizə gedəsiz. Mədinədə Uhud döyüşü, ona görə deyirlər ki, Uhud dağının ətəyində olub. Oxçular təbəsi var ətəyində. O dağa Uhud, ona görə deyirlər ki, əhəd sözündəndir, bir sözündəndir, tək. Yəni, o dağın arasında fasilə yoxdur. Sanki divar kimi, qala kimi bir dağdır, ona deyirlər Uhud dağı, bir hissədən ibarət olduğuna görə. Cabir ibn Əbdullah Ənsari deyir, bir gün Muaviyə göstəriş verdi ki, o Uhudda, Uhud meydanında quyu qazsınlar. Deyir, qazıntı zamanı sanki bugün yenicə yerə bastırılmış Uhud şəhidlərinin cənazələri üzə çıxdı. İndi onların qəbirləri Vəhabilər tərəfindən sökülüb, İslamın zəhmətin çəkənlərin, dəyərin bilmədən qəbirləri sökülüb. Buyurur, cənazələr üzə çıxdı, oradakılar hönkürtü vurub ağlamağa başladılar. Həmin vaxt Uhud savaşından 40 il ötmüşdü. Amma Həzrəti Həmzənin cənazəsinin bel ilə zədələnmiş, lapatkı ilə zədələnmiş, ayağından qan axdı. Bunu Cabir ibn Əbdullah Ənsari deyir. Allah, axı deyir, şəhidlər çürümür. Allah Teala Həzrəti Həmzənin o şəhadətinə verdiyi dəyərdir. Burada vaxtımız sona çatır. Həzrəti Həmzə əleyhissalam barəsində söhbətimiz inşallah növbəti verilişdə xidmətinizə çatdıracağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.